sizə burada nəyi izah edeyim? Tənqid düşünən insanlarda ə, hansı, yəni problemə hansı yanaşmalar ola bilər və yaxud da siz müəllim olaraq şagirdlərdə tənqidi təfəkkürü necə inkişaf elətdirə bilərsiniz? Bir şey deyim ki, heç vaxt faktoloji suallarla biz nə məntiq, nə tənqid inkişaf elətdirə bilmərik. Biz çox vaxt deyirik ki, testləşmə. Yəni testlərdə suallar o nədir, bu nədir olurdu. Amma indiki testlərə diqqət eləyirsinizsə, yəni biz orada bir e, məntiq axtarışındayıq. Yəni biz orada bir faktı qoyub o faktı əsaslandırmaqla cavabı tapa bilərik. Yəni bax bu tənqidi yanaşmaya yol açan bir məsələdir. Misal üçün konkret bir nümunə var. Əgər bir insanın yaddaşı varsa, yəni xatırlama imkanları varsa, onun məntiqi qabiliyyətini inkişaf etdirmək mümkündür. Yəni heç kəs bu dünyada məntiqli doğulmur da. Yəni bu müşahidələr nəticəsində, ümumiyyətlə verdiyi o təhlillər nəticəsində, yəni insanın belə necə deyim, aldığı biliklər nəticəsində, bilik və bacarıqlar nəticəsində formalaşır. Ona görə, yəni məntiq, yaddaşı və məntiqi olan insanın tənqidi təfəkkürü inkişaf elətdirmək daha rahatdır və yaxud həmin insanda tənqidi təfəkkür daha rahat şəkildə inkişaf edəcəkdir. Tənqid, belə deyək də, bir balaca tənqidi düşünmə və tənqidi yanaşma. Yəni bunlar əslində eyni şey deyil. Tənqidi düşünən insan, baxın, yəni yenə də mən taksonomiyaya üz tuturam. Taksonomiyada gördüyünüz kimi, məsələn, dəyərləndirmə mərhələsi var. Yəni bilirsiniz, bu səviyyə tənqidi təfəkkürü inkişaf elətdirəcəkdir. Yəni məsələn biz hər hansısa bir tapşırığı veririk. Misal üçün mən deyirəm, həmin o tapşırıqların arasında o təhlili apardıqdan sonra, misal üçün mən deyirəm ki, həmin tapşırığı qiymətləndirmək üçün meyar cədvəli tərtib et. Bax görsən deyir, meyar cədvəli tərtib et. Meyar cədvəlinin üzərində deməli sən məsələn məsələyə yenidən bax və yaxud meyar cədvəlinə əsasən dəyərləndir. Və yaxud meyar cədvəlində üstünlükləri müzakirə et. Fikir versiniz, meyar cədvəli üzərində üstünlükləri müzakirə et deyirəm. Bu cür və yaxud da standartlaşdırılır. Nəyi məsləhət görürsən? Bu məsləhəti ver. Kim məsləhət edə bilər? O adam məsləhət verə bilər ki, onun tənqidi təfəkkürü güclü olsun. Çünki o müşahidə aparır. Kimlər nə iş görüblər, o işlərə diqqət eləyir. Həmin işlərin nəticəsində özünün işini də ortaya qoyur və təhlil edir və daha düzgün yolu, daha optimal yolu təklif edir. Yəni tənqidi təfəkkür əsasən faktlardır, problemlərdir, hansısa bir qarşıya çıxan müxtəlif yəni situasiyalardır. Bunları düzgün anlamağa, onları təhlil edib bir belə deyək də qərar verməyə kömək eləyən bir deməli təfəkkür növü olacaqdır. Tənqidi təfəkkürə malik olan insanlar, yəni tənqidi düşünən insanlar, hansı insanlardır? Onlar problemi düzgün müəyyənləşdirən insanlardır. Baxın, problem var. Misal üçün, gəlin biz bir dənə adi bir şey belə deyək də bunun üzərində izah edək. Tutaq ki, böyük bir problem var. Problem, problem. Bu problemin birinci növbədə adam, məsələn, birinci növbədə onun mənbəyini araşdırır. Yəni deyir ki, görəsən bu problem nədən yaranıb? Mənbəyi araşdır. Yəni tənqid təfəkkürə malik olan insanlar mənbəyi araşdıran insanlardır. Mənbəyin araşdırılması onun məntiqli olmasını, yəni məntiqi təfəkkürə sahib olmasını göstərir. Baxın, problemi araşdırır. Problemi araşdırdıqdan sonra o problemin həll yollarını araşdırır. Həll yolları. Yəni burada artıq həll yollarının araşdırılması bir burada analiz var. Və yenə də məntiqi təfəkkürdür. Analiz, yenə də məntiqi təfəkkür işə düşür. Və digər hissədə isə o ən optimal yolu tapır. Ya öz yolunu təyin edir, ya da ki o həm öz yolunu təyin edir, məsələn digərlərinin də yolunu müəyyənləşdirir. Yəni belə deyək, həll yolları əslində burada həll yolları həmçinin də yəni diqqət edirsiniz strategiyadır. Strategiya. Bu həm də strategiyadır. Strategiyanı müəyyənləşdirir. Və sonra müəyyən etməlidir. Bu həll yollarının hansı ən optimaldır, onu müəyyən edir. Ən optimal variantı.
nə edir? Variantı müəyyən edir. Müəyyən edir. Və burada artıq tənqidi yanaşma deməli gəlir. Çünki burada o ən optimal variant yollardan hansı daha üstündür. Baxın, tam açıq yazıram. Yollardan hansı daha üstündür. Bunu müəyyənləşdirir və problemi həll etməyə hansı yolla həll edəcəksə, yəni ona qərar verir. Yəni burada qərar qəbulu var. Qərar qəbulu, problemin həll etmə yollarından hansı ilə daha üstündür və mən bu yolla qərar verirəm ki, bu problemi bu yolla həll edəcəm. Bu artıq deməli tənqidi təfəkkür və qərar qəbulu ki, hansı yol üstündür, mən bu yolla bunu həll edəcəm. Hətta burada bir balaca yaradıcılıq var. Yaradıcılıq var. Bütövlükdə bu problemin həllinin düzgün müəyyənləşdirilməsi, problemin yaranma səbəbinin araşdırılması, problemin sistemli şəkildə həll olunması, problemin istiqamətində faktlar toplusunun müəyyənləşdirilməsi. Bunlar hamısı tənqidi təfəkkürə aiddir, amma bunun başlanğıcında dediyim kimi məntiqi təfəkkür duracaqdır. Problem solving deyirlər də, yəni problem həll etmə. Və hər bir həll etmə. Bu sınav, baxın, bax mən bunu hal-hazırda bu şəkildə izah eləyirəm. Məndə burada hansı məntiq işə düşür əsas? Ardıcıl düşünmə. Baxın, ardıcıl düşünmə. Amma sonda ümumiləşdirəndə burada artıq sistemli düşünməyə keçid alacaq. Başa düşə bilirsiniz. Eyni zamanda da istəyirəm ki, biz bunu belə dəqiqləşdirək. Və sonra bunları biz həll etmək üçün, daha doğrusu bu bacarıqları inkişaf etdirmək üçün biz nədən istifadə etməli? Məsəl üçün deyək ki, dinləmə qabiliyyəti. Amma passiv dinləyicidən söhbət getmir. Biz burada müşahidə bacarığımızı artırmaq üçün aktiv dinləyici rolunda olmalıyıq. Deməli, aktiv dinləyici rolunda olacağıq. Dinləyici, aktiv dinləmə, daha doğrusu aktiv dinləmə. Aktiv dinləməni biz və yaxud da fəal dinləyici deyə bilərsiniz. Yəni bu aktiv dinləmə nə? Dinlədikcə qeydləri götürürsünüz. Dinlədikcə hansısa sual çıxır, o suala cavab axtaracaqsınız. Yəni qeydlər götürə-götürə və yaxud da səsli düşünə-düşünə, qeyri-verbal düşünə-düşünə yenə də burada məntiq işə düşəcəkdir. Analitik təhlil bacarığını həll etmək üçün siz hansısa bir belə deyək, problemin yəni həllinin istiqamətində fərqləndirmə deyil də tam olaraq müqayisə bacarıqlarınızı işə salacaqsınız. Müqayisə etmək bacarığını işə salacaqsınız. Eyni zamanda hansı fikrin daha doğru olması, yəni doğruluq prinsipini işə salacaqsınız. Doğruluq prinsipinizi işə salacaqsınız. Prinsipi. Ondan sonra burada sizin yuxarıda müşahidə var idi. Həmin müşahidə nəticəsində arqument axtarışında olacaqsınız. Arqumentlərin müəyyənləşdirilməsi, axtarışı. Niyə görə? Çünki siz burada təhlil prosesində konkret qərar qəbul etməlisiniz və həmin qərar qəbul etmək üçün əsaslandırma imkanlarınız güclü olmalıdır. Əsaslandırma imkanlarınıza deməli nəzər yetirəcəksiniz. Və fikirləşin, bu məsələlər bizə kömək eləyir ki, biz uyğun olaraq, yəni müşahidə bacarığımızı inkişaf elətdirək, ondan sonra analiz bacarığımızı inkişaf elətdirək və sonra nəticə çıxartma. Nəticə çıxartmada artıq sən faktları toplamısan, sənin əlində müxtəlif faktlar var, təhlil etmisən, həmin təhlillər əsasında sən müzakirəyə açıq olacaqsan. Deməli, bunun əsasında nə durur? Açıq müzakirə durur. Müzakirəyə açıqsa, çünki sənin əlində yetərincə əsaslandırma imkanların var, doğruluq prinsiplərin var, arqumentlərin var və s. Deməli, sən müzakirə edə bilərsən. Həmin müzakirə əsası sən nəticə çıxarda biləcəksən. İnformativ, kommunikativ bacarıqlarda isə sən konkret, necə deyim, düşüncəni inkişaf elətdirirsən. Yəni, burada düşüncəni ortaya qoyacaqsan. Yəni, sən burada, misal üçün, hansısa bir sənə dilemma verilir və ya hekayə deyək də, dilemma verilir, sən həmin dilemmaya münasibət bildirəcəksən. Dilemmanın nəticəsində, misal üçün, debatlar nəticəsində, yəni sən debat nəticəsində sən informativ, kommunikativ qabiliyyətini nə edəcəksən, ortaya qoya biləcəksən. Misal üçün, belə deyək ki, qatıq qaradır dediyini əsaslandıra biləcəksən tam olaraq. Problem həll etmədə isə sən artıq burada problem həll etmə bacarığında, yenə deyirəm, həmin o verdiyin qərarı
Artıq nə edəcəksən? Əsas, yəni mən bu problemi bundan niyə həll edirəm? Baxın, burada yenə həmin məntiq işə düşür, divergent yanaşma. Ondan sonra problemin həlli yollarında, yəni strategiyan bəllidir, strategiya, daha doğrusu strategiyanı müəyyənləşdirmisən və hansı qərarı verəcəksən? Yəni qərar qəbulu səndə burada tam olaraq deməli nə olacaqdır? Formalaşacaqdır. Bura qədər sualınız yoxdur ki?